uşaq həm ürəyində dəlik, həm də ürək qapaq problemi ilə doğula bilərmi? Bəli, niyə də yox? Kompleks ana gəmi ürək qüsurudur, mədəcik-ağız çəpər defekti, qulaqçıq-ağız çəpər defekti və yanaşı ağcı arter damar stenozu və ya aorta qapağın darlığı kimi bir sürü kombinə qüsurlar olur yəni. Və biz bunları məsələn qulaqçıq-ağız çəpərin ortancıl nahiyədə və yanında damar darlığı varsa, ikisi bir seansda qapalı ürək əməliyyatını həyata keçiririk və həmçinin mədəciklər də olsun, mədəcik-ağız çəpər defekti, ağcı arter damar stenozu varsa, bunları kombinə bir qapalı seansda iki qüsuru qapalı metodla, yəni sinəyi yarmadan həyata keçirmək mümkündür və olunur. Ona görə hörmətli valideynlər, qorxmayın. Uşağınızda anada gəmi ürək qüsuru varsa, lakin uşaq kardioloqa müraciət edin. Mən bunu vurğulayaraq deyirəm, gərəkən düzgün xidmət göstərilsin. Canlı misal olaraq bugün sizə deyim, bir xəstə gəlib böyük kardioloqun yanına, yəni düzgün diaqnoz qoyulmayıb və qayət bu normal bir şeydir, çünki onun ixtisası deyil. Valideyn həyəcanla, paniklə gəlib, dəyərləndirdik, şükür olsun, ürəkdə heç bir şey çıxmadı. Bu tür video izləmək istəyirəm, dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun. Suallarınız varsa, şərh bölümünə ancaq məntiqli suallar, uşaq kardiologiyaya aid sualları verin ki, biz sizə gərəkən cavabları verək. Təşəkkür edirəm.